Afərin. Əlilliyi olan şəxslərə Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyinin maliyyə yardımı ilə pediatriyada refleksoterapiya layihəsini həyata keçirib. Layihə rəhbəri Təranə Musayevə bildirib ki, layihə uşaqların sağlamlığının bərpasına, anaların maariflənməsinə mühüm töhfə verib. Analar bir çox bacarıqlar qazanıblar. Onlar ev şəraitində öz uşaqları ilə məşğul olmağı öyrəniblər. Keçən ilki tibb kursumuz, ondan əvvəlki masaj kursumuz və bu ilki refleksoterapiya kursumuz onlar üçün çox əlverişli oldu və onlar bundan sevinirlər. Analar artıq bütün refleksor nöqtələrlə işləməyi bacarırlar. Təlimlər zamanı iştirakçılar refleksoterapiyanın prinsipləri, meridian sistemi, sujok terapiya, immun sisteminin gücləndirilməsi, ağrıların azaldılması, habelə uşaqlarda stres və narahatlığın aradan qaldırılması yolları ilə tanış olublar. Analar həm nəzəri biliklər, həm də praktiki bacarıqlar əldə edərək gündəlik reabilitasiya prosesinə tətbiq etməyi öyrəniblər. Bu layihənin çox gözəl, ən yaxşı bir tərəfi də odur ki, evdə artıq analar tətbiq edə bilirlər və mən burada bir çox valideyndən çox razıyam. Onlar gəlirlər, bölüşürlər. Yəni mən onlara öyrətdiklərimi tətbiq edirlər, gəlirlər, məndən bölüşürlər. Misal üçün geri dönüşlər alırıq. Yəni çox sevindirir bu. Həqiqətən görürsən ki, doğrudan da biz faydalı olmuşuq. Layihə müddətində keçirilən qiymətləndirmələr anaların bilik və bacarıqlarının əhəmiyyətli dərəcədə artdığını göstərib. Təlimlər zamanı valideynlərə uşaqların ev şəraitində müalicə və reabilitasiya prosesini davam etdirmək imkanı yaradıb. Refleksiya terapiyanı öyrəndik, hansı ki nöqtələrdir, bütün beynə gedən nöqtələri öyrəndik. Var olsunlar, çox təşəkkür edirik ona. Yəni refleksiya terapiyanın haqqında məlumatım var idi, qızımda yəni müalicələri olmuşdu. Amma daha dərindən, lap dərindən bu dərəcədə bilmirdik. İnşallah öz uşaqlarımıza tətbiq eləyərik. Övladım da serebral efiliçdir. Çox yaxşı layihə oldu. Mənim üçün maarifləndirici bir dərs oldu. Bilmədiyim nüanslar çox idi. Özüm öyrənərək öz ətrafımda və övladım üzərində işləməyi bacarmışam. Qeyd edək ki, bu layihənin əsas məqsədi uşaq hüquqları haqqında qanuna uyğun olaraq əlilliyi olan uşaqların sağlam inkişafına dəstək göstərmək, analara refleksoterapiya üzrə bilik və bacarıqlar qazandırmaqla onların övladlarına daha effektiv qayğı göstərməsinə şərait yaratmaq olub.